Təkrar xoş gördük hər birinizi. Artıq 3-cü videomuzda bərabərik. Ümid edirəm ki, ilk iki videonu artıq izləmisiniz. Yəni çünki videolar bir-biri ilə əlaqəli olduğuna görə indi danışacağım da ilk iki videoda danışdığımın ardıdır. Ona görə çalışın ki, videoları silsilə şəklində izləyəsiniz. Bu şəkildə sanki sizə bir növ bir webinar formatında, bir təlim formatında potensial mövzusunu istədim ki, bu şəkildə çatdırım sizə. Təbii ki, videonu izləyirik, bəyənirik, fikirlərinizi şərhə yazırsınız və mən də baxıram ki, sizə daha çox necə faydalı ola bilərəm. Bundan öncəki iki videoda artıq biz baxdıq ki, bizim potensialımız nəyədir? Biz baxdıq ki, biz belə deyək, potensialımızı hansı istiqamətdə aktivləşdirə bilərik, necə pula çevirə bilərik və s. Bu videoda isə keçən videoda bir balaca ipucu verdiyim bir məsələdən danışmaq istəyirəm sizə. Bir çoxunuz mən bilirəm ki, az qala bir coach, psixoloq qədər bilirsiniz də. Yəni proqramlara qoşula, bütün günü Reels'lar, ordar, burdar, ödənişsiz proqramlar, YouTube, hər şey. Və yenə də sual yaranır ki, bu qədər şeyi bilməmə baxmayaraq mən niyə tərpənə bilmirəm? Sanki belə biri əlimi, qolumu bağlayıb və mənə icazə vermir. Yəni bildim, başa düşdüm potensialım nədir, başa düşdüm onu necə pula çevirə bilərəm, amma niyə bunu edə bilmirəm? Baxın, bu videoda da bundan danışırıq sizinlə. Bilirsinizmi niyə bunu edə bilmirsiniz? Mən bunun bu aralar belə daha çox fərqinə varmağa başlamışam. Çünki qəribə bir formada sanki bu müasir dövrün bir vəbasına çevrilib artıq və son hətta deyərdim ki, bir 2 ayda rahat bir 7-8 xanım və bəy qarışıq bu mövzunu onlarla işləmişəm. Yəni görün artıq iş nə həddə çatıb. Bilirsinizmi mövzu nədir? Mövzu dopamindir. Keçən videoda bir balaca danışmışdım bu haqqda, amma bu videoda nəyə görə başlaya bilmirəm, nəyə görə yerimdə sayıram, hər şeyi bilirəm, amma yenə də başlaya bilmirəm deyirsənsə, bax bu videoda da biz onu izah edirik bərabər şəkildə. Dopamin dedik. Baxın, dedik ki, öncəki videonu izləyənlər artıq bilir ya da keç videonu izləməmisiniz, amma yenə də bilirsiniz ki, dopamin nədir? Dopamin bəli bizim zehnimiz, beynimiz ümumiyyətlə nə ilə hərəkət edir? Bir həzz mexanizmlə hərəkət edir. Yəni o nədən həzz alırsa, onu etmək üçün daha çox səy göstərir. Ora daha çox enerji axıtmaq istəyir. Və çox təəssüflər olsun ki, bayaq dediyim məsələ o ki, müasir dövrün vəbası dopamin xəstəliyi. Bizlər artıq bir çoxumuz, elə mən özümü də qatıram bu aradan, nə danışıramsa onun içərisinə ki, çox böyük bir döngünün içərisinə girmişik və bir çoxumuz yəni dopamin xəstəsiyik. Yəni bəzilərimiz daha yüngül formada, bəzilərimiz isə daha ağır formada. Bu nə deməkdir? Bu o deməkdir ki, beynimizin, zehnimizin həzz mexanizmi yanlış formada işləyir. Doğru formada işləmir. Çünki doğru formada işləsəydi, sən bu qədər bilməyinə baxmayaraq hələ də yerində saymazdın. Doğru formada zehnin dopamin sistemi, belə deyək, həzz mexanizmi doğru formada öyrədilsəydi yenə sənin tərəfindən, sən yerində saymazdın. Sən bu qədər bilməyinə baxmayaraq hələ də neyniyim, necə edim sualını verməzdin. Doğru formada işləyən dopamini biz necə başa düşə bilərik? Dedik ki, zehnimiz bir həzz mexanizminin üstündə qurulub və o nədən daha çox həzz alırsa, ona doğru daha çox yönəlir. Və belə bir şey var, hətta fikir verin, insanlar nəyə görə çox tez alüdəçi olurlar? Çünki məsələn, siqareti bir dəfə çəkir, 2 dəfə çəkir və başlayır alüdəçi olmağa. Çünki o çox sürətli bir şəkildə nə verir? Həzz verir, düzdür? Və insan zehni hər dəfə o həzzin üstünə çıxa bilmək üçün çalışır. Hətta digər növ alüdəçiliklərdə də bu belədir ki, yəni daha çoxunu istəyir və çox sürətli bir şəkildə orada alüdəçilik yaranır. Çünki həzz də sürətli gəldi. Amma potensialdan danışırıq axı biz. Bizi çox zaman uğur, potensial məsələlərində bizim nəticələrimiz o qədər sürətli gəlirmi? Gəlmir, düzdür? Baxın, mən neçə aydır, bilmirəm artıq, bəlkə may ayında 1 il olacaq ki, mən YouTube videosu çəkirəm. Yəni demirəm ki, belə wow, YouTube yəni üstündəyəm. Amma yəni hər ay olub ki, bəzən bir video çəkmişik, 2 video, indi son dönəmlər daha qısa videolar çəkirəm. 500-600 izləyicim var, düzdür? Fikir verin, mən amma 1 ildir bunun üstündə işləyirəm. Baxın, bu sürətli gələn bir həzdirmi? Yox, deyil. Yəni
Və amma digər şeylər bizim bunu gəlin bölək biz ucuz dopamin və bahalı dopamin, lüks dopamin, yəni lüks dopamin hansı ki sizin yaşamaq istədiyiniz həyatdır. Hansı ki siz orada zənginsiniz, uğurlusunuz, potensialınızı açmısınız, artıq sevdiyiniz bir işlə məşğulsunuz. Bu lüks dopamindir. Ucuz dopamin nədir? TikTok'da bütün günü Reels fırlatmaq, Instagram'da bütün günü Reels'lara baxmaq, nə bilim, bütün günü oturub başqalarının həyatını izləmək. Baxın, başqalarının həyatını izləyirsiniz, onlar sizdən pul qazanır, sizin o izlənməniz sayəsində siz isə yerinizdə sayırsınız. Bax, bu ucuz dopamindir. Məsələn, anlıq bir həzz. Məsələn, axşam evə gəldiniz, deyirsiniz ki, bu gün də işləmişəm, qoy bir oturursunuz, bir seriala baxırsınız. Aldınızmı oradan anlıq bir həzz? Aldınız. Amma uzun müddətli bu aldığınız həzz sizə xidmət edirmi? Etmir. Hansı həzz bizə xidmət edir? O bizim o dediyimiz o lüks dopamin bizə xidmət edir. Amma lüks dopamin də anlıq yaranmır çox zaman. Ya da ki, biz onu anlıq yaratmalıyıq süni şəkildə ki, biz çünki məqsədə çatanda o lüks dopamini hiss edəcəyik. Belə fikirləşin. Lüks dopamin deyə bir şey burada yoxdur. Mən sadəcə yaxşı izah edə bilmək üçün ucuz və lüks dopamin kimi iki yerə bölürəm. Biz məsələn, bizim tutaq ki, məqsədimiz odur ki, mən işimdən 10.000 manat pul qazanım. Məqsəd budur, düzdür? Bu qəşəng bir dopamin olar mənim üçün. Amma o məqsədə gedən yolda mən çoxlu çalışmalıyam. Mən nə bilim, tutaq ki, filan imtahanı verməliyəm. Mən bəlkə bilmirəm, xaricə köçməliyəm. O potensialı açmaq yerinə gəlirik də. Mən bəlkə bilmirəm, Instagramda video çəkməliyəm, bunları etməliyəm. Bütün bunlar mənə həzz vermir o dərəcə, ta ki hara qədər mən onu həzz sistemimi dəyişdirənə qədər. Aydındır? Yəni bundan öncəki videoda qeyd etmişdik o kiçik qələbələri, bəzən hətta bəlkə sizin üçün wow deyil, amma ilk öncə süni şəkildə qeyd etməyə bacarsanız, bir müddət sonra təbii şəkildə onun onsuz dopaminini alacaqsınız. Demişdik ki, böyük məqsədlərimizə çatmırıq, çünki benzinimiz yarı yolda qurtarır. Yəni həvəsləndim, başladım ki 10.000 qazanacağam bu ay, amma qazanana qədər mənim bir benzinim olmalıdır ki, o yolda gedə bilmək üçün. Və həmin o benzin insan üçün, zehnimiz üçün dopamindir. Və mən əgər kiçik-kiçik bir şeyləri qeyd etməyə bacarmıramsa, avtomatik şəkildə dopaminsiz qaldığıma görə həvəsim düşür. Həvəsdən də düşdüyümə görə artıq başladığım işi tamamlaya bilmirəm və yerimdə saymağa başlayıram. Və yaxud da ki, elə əvvəlcədən dopaminim hətta heç dopaminim olmur. Heç məni o 10.000, 100.000 də həvəsləndirə bilmir. Çünki mənim zehnim deyir ki, mən elə hazır oturduğum yerdən açıb serialımı açmışam. Önümdə kolam, fantam, içirəm, seriala baxıram. Mən onsuz da istədiyim həzzi alıram. Mən niyə sənin üçün əlləşib, nə bilim, gedib onu eləyib, bunu eləyib, o sertifikatı alıb, gedib 3-5 dənə fərqli yerdə özümü göstərməliyəm. Nəyə lazımdır bu? Alıram da dopamin. Mənim üçün fərqi yoxdur bu ucuzdur yoxsa lüksdür. Çünki dopamin zehin üçün dopamindir. Bir şokoladı yeyərkən də hiss etdiyimiz o belə, o düzdür, şokoladı yeyərkən başqa şeylərə gəlir, amma belə fikirləşəndə həzzdən danışıram mən. O həzz ya da ki 100.000 manat qazanarkən ki. Zehin üçün orada çox bir fərqi yoxdur ki, məsəl üçün siz o həzzi koladan, fantadan aldınız, yoxsa getdiniz 100.000 manat qazandınız, oradan aldınız. O onsuz da onu alır. Onun üçün ucuz və lüksun fərqi yoxdur. Aydındırmı? Bunun üçün biz nə etməliyik ona baxaq. Təbii ki, bizlər bu dopamin erasında, dopamin vəbasının çox sürətlə yayıldığı bir dövrdə mütləq şəkildə dopamin detoksu etməliyik. Çox önəmlidir bu. Baxın, səhər məsələn gözünüzü açan kimi, bax belə edir insanlar. Mən bilirəm, belə gözünü açmamış telefon əlində başlayır belə scroll. Mən ətrafımda kimi görürəmsə belə edən anında, yəni onu bir xatırladıram ki, etmə bunu. Gözünü hələ açmamısan. Niyə sən telefonla scroll edirsən? Nə etdiyini belə bilmirsən orada. Soruşsan ki, yadında qalıb o etdiyin, scroll etdiyin videolar? Deyir, yox, yadımda deyil. Amma edir. Baxın, orada bir həzz var. Gedir, düzdür? Mən getdi. Yəni bugün bəlkə atıram elə bir iş görəcəydim ki, oradan 50 manat pul qazanıb o həzzi yaşayacağam. Amma səhər elə gözümü açan kimi əlimi atdım telefona, biraz fırlandım, aldım bütün dopamini və artıq digər başqa bir şey etməyə məndə ehtiyac yoxdur.
Çünki artıq ehtiyacım olan həzzi almışam, aydındır. Dopamin detoksu üçün birinci növbədə səhər gözünüzü açan kimi əlinizi telefona atmağı yığışdırmalısınız. Bu çox vacibdir. Ümumiyyətlə bütün gün ərzində sıxılan kimi əlimi atdım telefona, sıxılan kimi əlimi atdım telefona, başladım reels fırlatmağa. Bunu yığışdırmaq lazımdır. Baxın, belə bir şey var. İnsanlar elə müasir dövrdə belə düşünürük ki, biz sıxılmamalıyıq. Tam tərsinə. Sən sıxılmalısan. Sən sıxılmalısan ki, sənə yeni ideyalar gəlsin. Sənin beynin açılmalıdır. Sıxılırsansa, demək ki, sənin artıq zehnin kənar faktorlardan xilas olub. Kənar faktorlardan xilas olub özünə fokuslanmağa başlamısan. Fikir verin, meditasiyalar məsəl üçün çox insan deyir ki, mən texnika edə bilmirəm, mən meditasiya edə bilmirəm, mən sıxılıram. Mən nə bilim YouTube videosunu mən o gün bir xanım yazıb ki, Aygün xanım, videolarınız çox maraqlıdır, amma mən sizə baxa bilmirəm, çox yavaş danışırsınız. Hələ mən sürətli danışıram, yəni. Heç mən yavaş danışan biri deyiləm. Sözləri yeyirəm mən hətta ona görə. Çox yavaşdan. Nəyə görə? Çünki dopamin asılılığı var. Çünki dözə bilmir 15 dəqiqə ki, bir videonu sona qədər izləyim və oradan mən o faydanı alım. Aydındır? Çox önəmlidir bu. Dopamin detoksu dediyim kimi telefonunuza əlinizi atmırsınız, çox önəmlidir. 2, özünüzə ən güclü dopamin detoksu özünüzə sıxılmağa icazə verirsiniz. Yəni bugün dediyimiz kimi insanlar sıxılmağı bir ayıb kimi bilir. Sanki sıxılmamalıyıq biz. Olmaz bizə sıxılmaq. Yox. Siz tam tərsinə sıxılmalısınız, oturmalısınız belə, baxmalısınız tavana ki, nə edim mən? Baxın, həmin anlardır ki, sizin özünüzə döndüyünüz. Yoxsa sıxılan kimi, nə bilim, getdim, açdım bir film izlədim, sıxılan kimi əlimi atdım bir, nə bilim, YouTube-dan açdım bir travel bloqa baxdım. Bunları etməyin demirəm, amma bu hər bir şeyin bir balansı var axı. Və biz hər işdə olduğu kimi burada da balansı o qədər pozuruq ki, günün sonunda da bundan əziyyət çəkirik. Münasibətlərdə də dopamin var. Bu arada dopamin asılılığı deyilən bir şey var və digər bütün məsələlərdə də. Yəni mən deyirəm son bir 2 ayda bəlkə bir 8 nəfərlə aşağı yuxarı eyni mövzunu işləmişik. Sadəcə 2-3-ü münasibətlə bağlı dopamin asılılığı yaşayırdı. Digər amma bir 5-6 nəfər ilə full bax bu dopamin məsələsi, yəni zehinlərindəki həzz o sistemi doğru formada formalaşmamışdı. Sadəcə elə bax bu 2 dediyimi edərək bir balaca özünüzə o telefondan icazəni verərək zehninizin sıxılmağına icazə verərək belə özünüzü dopamin asıllığından ciddi şəkildə demirəm ki, tam qurtara bilərsiniz, amma ən azından indikindən çox daha yaxşı şəkildə. Yəni sıxılacaqsınız, deyəcəksiniz ki, nə edim? Tamam. Orada baxın, yönləndirmə orada baş verir. Ucuz dopamindən lüks dopaminə. Ucuz dopamin deyir ki, sıxıldın, get Instagramda səhərə qədər video bax, nə bilim, TikTokda səhərə qədər kiminsə canlısına bax, get nə bilim, aç köhnə 50 dəfə baxdığın seriala 51-ci dəfə bax. Baxın, insanlar baxıram, videolar paylaşırlar ki, Möhtəşəm 100 yıla nə bilim 500-cü dəfə baxıram. Yapraq dökümü arxada getməsə iş görə bilmirəm. Bu bilirsiniz nədir? Bu oldu ki, yəni mən o qədər fokusum özümdə yoxdur ki, yəni mən o qədər özümdən bir xəbər yaşamaq istəyirəm ki, sonra da eyni insan deyir ki, mən niyə potensialımı aça bilmirəm, mən niyə addım ata bilmirəm. Çünki sən hələ bir özünə fokuslanmısanmı? Sən hələ bir heç nə kənar təsir olmadan özünlə baş-başa qalma cəsarətini göstərə bilirsənmi? Bax, bunlardır məsələ. Bunları edin. O dopamin detoksunuzu, sıxılmaq lüksu deyilən bir şey var. O özünüzə sıxılma lüksunu verin. İnsanlar bu dəqiqə tualetə də telefonla gedirlər. Bunları etməyin. Ondan sonra baxacaqsınız ki, artıq sıxılanda ucuz dopamin yerinə deyəcəksiniz ki, gedim bəlkə məsələn 2 vərəq, nə bilim 10 vərəqlik bir materialım var. Hansı ki 10 vərəqlik materialı oxusam onun sonunda mənə bir fayda var. Gedim bəlkə ondan 2 vərəq oxuyum, düzdür? Bir imtahana hazırlaşmalıyam. Bəlkə serialın yerinə onda gedim o imtahanın üçün nə bilim bir 5-10 dənə sual oxuyum, hazırlaşım. Bax, budur məsələ. Yəni uzun müddətli lüks dopamin bizdən biraz daha gözləməyimizi tələb edir, amma o bizi xəyallarımıza aparır. Ucuz dopamin isə bizə anlıq həzzi yaşadıb, bizi bütün xəyallarımızdan geri qoyur. Bu haqda düşünün. Hələ silsiləmizin növbəti videoları da olacaq. Ümid edirəm ki, faydalı oldu bu videoda sizin üçün. Fikirlərinizi şərhə yazmağı və videonu da bəyənməyi unutmayın.